Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bu gün sizlərə nənənin 30 ildən yuxarıda artıq hazırladığı turşu xiyar resepti təqdim edəcək. Soyuq su ilə ən tez üsulla və ən xırçıltılı resepti sizə təqdim edirik. Ay suyu bulandı və yaxud qaldı suyu özünə atdım, alınmadı məndə. Belə söhbətlər olmayacaq. Yəni əminliklə sizlərə qaranti veririk və artıq hazırlamışıq. Gördüyünüz kimi bu balonu mən yəqin ki 2 gün ərzində qutararam. Keçə hazırlanma reseptini videomuzu da bəyənməyi unutmayın. Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizin üçün xiyarı duza qoyuram. Çoxu deyir ki, kapron qapaqla necə eləmək olar, biz bağlaya bilmirik. Elə ona görə də ən asan üsul deyərəm ki, budur. Bunun üçün xiyarı yuyuruq, qəşəng. Sonra baxın, suda saxlayıb saxlamamaq da olar. Yəni ki, bu çox da kaprizli bir şey deyil. Şüyüd çətrin götürürük. Baxın, belə qoyuruq. Sonra da dəfnə yarpağı. Dəfnə yarpağını da əlavə edirik. Biraz da cəfəri. Bir də sarımsaq. Yaxşı olar ki, sarımsaqları doğrayaq. Yaşıl bibər əlavə edirəm. Bir də acı bibər. Acı bibəri də doğrayıb əlavə edirik. Kim neçə hissə istəyir, ayırıb əlavə edə bilər. Qırmızı bibər də vura bilərsiniz. Zövqə görədir. Başlayaq xiyarları düzməyə. Xiyarı belə qəşəng doldurduq balona. İndi bunun üzərinə 1 stakanın dolusu, baxın, xörək duzu əlavə edirik balona. Fikirləşməyin ki, çox olar, heç də çox deyil. Mən neçə illərdir bundan hazırlayıram. Üzərinə də soyuq su. Balon dolana qədər əlavə edirik. Vəssalam. Bunu doldu, baxın. Bunu bağladıq sərin yerdə. 5 gün saxlayırıq. 1-2 dəfə belə eləyək, qoy duz ərisin içində. Bunu hazırlasa, həqiqətən mənə doy eləyəcək ki, çox gözəl reseptdir. Yeməyə də dəyər. Hazır. Beş-altı gün xiyar duzlu suda qaldı. Baxın, üstünün köpüklərinə. Bunun üstü köpüklənir, daşır, belə boşqaba suyu tökülür. İndi 5-6 gündən sonra bunu götürürük, suyun atırıq. Özünü də başqa bir qaba boşaldırıq. Yəni, suyun bulanıq olması da olan bir şeydir, normal. Qıcqırıb da mayalanıb. Demək olar ki, xiyar hazırdır. Bunu da boşaltmaydı məqsədimiz odur ki, bunu təmiz-təmiz yuyuruq, təzədən yığırıq, adi su tökürük, qoyuruq. Balonu təmiz yuduq. Bunların da içində çöküntü olur deyə təzədən yuyub əlavə edirik balona. Yuyub balona yığdıqdan sonra üstünə durulmuş təmiz su əlavə edirik. Dolana qədər. Bunu yığanda bu doluydu. Bu niyə yarıya gedib mən bilmirəm. Sən olmayan günlərdə də buna yemişəm, haqqı hal elə. Nuş olsun, mən deyirəm axı, bu dolu olmalıydı, balon yarıdır. Çox tatlıydı o. Bunu bax, kapron krışkanı yenə də ağzına belə bağlayırıq. Bəs duz? Duz lazım deyil. Bu öz duzun indi çəkib 1 stakan duz dömüşdü. O duzu indi buraxacaq suya. Bunun ağzını açmasız marta qədər qalacaq. Yəni ki, baçoqlarda da eləmək olur, ağzı sıx bağlanan vedrələrdə də eləmək olur. Yəni çox gözəl turşudur. Doğrudan çox tatlıdır. Əlbəttə. Əlləriniz sağ olsun. Hazırlayan hər kəsə nuş olsun.